Bu dünyanı kim yaradı? Tövratın, İncilin və Quran-ı Kərimin sözlərini oxumusunuzsa, böyük ehtimalla tərəddüd etmədən deyəcəksiniz ki, Allah yaradıb. Halbuki biz artıq bu aləmi əslində şeytanın yaratdığını açıqlamışıq. Bu aşkar ziddiyyəti hansı məntiq əsaslandıraq? On ikinci bölüm. Nur aləmi və zülmətin əmiri. Şübhəsiz, əlyazmalar təsdiqləyir ki, bu dünyanı Allah yaradıb və Allah hər şeyi yaradandır. Lakin bəlkə də Quranın biz yaratdıq və onu biz yaratmışıq deyə buyurulan bir çox ayələrini gözdən qaçırmısınız. Bu, dayanıb düşünməyiniz üçün kifayət etmirmi ki, bu hekayə haqqında sizin bir zamanlar düşündüyünüzdən daha çox şey var? Quran-ı Kərim insanların nə qədər ağır olmasından və necə diqqət çəkməsindən asılı olmayaraq məsələləri araşdırmağa təşviq edir. Ey iman gətirənlər! Əgər bir fasik sizə bir xəbər gətirsə, xəbəri araşdırın. Yoxsa bilmədən bir qövmə pislik edər, sonra da bunun peşmançılığını çəkərsiniz. Quran-ı Kərim 49-cu surə 6-cı ayə. Və bu həqiqətən də araşdırmağa dəyər bir məsələdir. Təsəvvürünüzə gətirin, bir gün gözlərinizi açdığınızda gördüyünüz sadəcə saf və mütləq qaranlıq olur. Bəs bu sizin ilk həyat təcrübəniz olsa, onda necə? Siz hətta nəyin təcrübəsini keçməyə çalışdığınızı anlaya bilərdinizmi? Nur olmadan zülmət mövcuddurmu? Nur görünməzdir, lakin nur olmadan da biz heç nə görmərik. Nurun ziddi zülmətdir və o, sadəcə olaraq nurun yoxluğudur. Müəyyən şeylər sadəcə onların ziddi vasitəsilə ortaya çıxır. Tarixin bəzi ən böyük ağılları bu məfhum haqqında lap qədim zamanlardan baş sındırıblar. Sakratın məşhur iddiasına görə var olan və ziddi olan hər şeyin var olma səbəbi onların ziddinin olmasıdır. Yoxdan var olmaq üçün onu müəyyənləşdirən bir şeyin olması vacibdir. Zülmətə gəldikdə onun var olma səbəbi nurdur və nur olmadan zülmət var ola bilməz. Nurun qaynağı Allah Teala'dır və onun varlığı hər şeydən əvvəldir. İmam Muhammed Baqir əleyhissalam buyurur: Başlanğıcda Allah var idi. Tək və əbədi olan Allah və başqa heç nə. Allah nuru yaratdı və qalan bütün məxluqat onun nurundan ərsəyə gəldi. Uca hökümdar öz nurundan Əzazilə borc verdi. O da bu nuru istifadə edərək öz məxluqatını formalaşdırdı. Bu rəvayətdən aydın olur ki, Allah olmadan yaradılış qeyri-mümkündür və Allah bu bacarığı iblisə borc verdi.
Bəs bu necə ola bilər deyə təəccüb edə bilərsiniz. Quran-ı Kərimdə buyurulmurmu ki, Allahdan başqa heç kim bir milçək belə yarada bilməz? Tam olaraq belə deyil. Həcc surəsində belə buyurulur. Ey insanlar, sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər. Hətta bunun üçün bir yerə yığışsalar belə. Quran-ı Kərim 22-ci surə 73-cü ayə. Bu ayə insanlara aid deyil. Bilavasitə müşriklərin bütlərinə istinad edir. Bugün bu anlaşılmaz gələ bilər. Lakin qədim zamanlarda insanlar özlərini tamamən bütlərə sitayişə həsr etmişdilər. Əksər müşrik cəmiyyətlərində insanlar müntəzəm olaraq taxtadan, metaldan və digər materiallardan müxtəlif formalarda cisimlər düzəldir. Sonra da onların önlərində səcdəyə qapanaraq sitayiş edirdilər. Bu səbəbdən Tövratda, İncildə və Quranda bütə sitayiş təkidlə qadağan edilmişdir. Cansız maddi əşyalar açıq-aydın insan və cin kimi şuurlu məxluqlardan fərqli bir kateqoriyadır. Aydındır ki, ruha və elmə sahib olmayan şeylər heç nə yarada bilməzlər. Əsas fərq şuurdur və əgər Quranın səhihliyinə inanırsınızsa, xəlq etmə qüdrətinin sadəcə Allaha məxsus olmadığına da inanmalısınız. Yoxsa bu hekayəni unutmusunuz? O gün Allah deyəcəkdir: Ey Məryəm oğlu İsa, sənə və anana olan nemətimi xatırla. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdəykən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən mənim iznimlə balçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün. O da mənim iznimlə quş olurdu. Quran-ı Kərim 5-ci surə 110-cu ayə. Ayədə izin sözünə diqqət etmək lazımdır. Çünki onsuz heç nə yaradıla bilməz. Allahın izni ilə İsa palçıqdan bir quş düzəldərək ona can verdi. Belə ki, onu göydə uçan heç bir quşdan fərqləndirmək mümkün değildi. Bu möcüzə sadəcə İslami rəvayətlərə xas deyil. Faktiki olaraq bu, qeyri-kanonik xristiyan mətni olan Thomasın Körpəlik İncilində təsdiqlənir. Mətndə belə deyilir: İsa'nın 5 yaşı olanda axar çayın keçidində oynayırdı. Sonra o yumuşaq balçıqdan 12 sərçə düzəltdi. Lakin İsa əl salaraq sərçələrə səsləndi: Ayrılın, uçun gedin və məni unutmayın, artıq dirisiniz. Və sərçələr sıçrayaraq səsküylə uçub getdilər. Thomas İncili, Körpəlik fəsli, ayə 2. Bu hekayə Adəmin yaradılış hekayəsini xatırladır. İnsanı yaradan şəxs kimi İsa əleyhissalamın da bir topa palçıqdan məxluq düzəldib ona həyat vermək bacarığı var idi. Bəs o bunu necə edirdi? İsa Allahın verdiyi elmin gücü ilə yaradırdı. Həkim nümunəsinə baxaq. Bugün dünyada həkimlər həyat qurtaran qəhrəmanlar olaraq qəbul edilir. Onlar əksər xəstəlikləri sağalda bilir və bəzi hallarda hətta ölmüş birini yenidən həyata qaytara bilirlər.
Bəs onlar bunu necə bacarırlar? Həkimin fitri sağaltma istedadı olmur. O, sadəcə olaraq zamanla əldə edilmiş tibbi elm və qabiliyyətləri öyrənmiş bir şəxsdir. Bu xüsusi elm olmasaydı, onun bacarığı ən çox digər insanlar qədər olardı. İmam Əhməd Əl-Həsən əleyhissalam açıqlamışdır ki, İsa əleyhissalamın 5 yaşından bəri yaratma elmi və qabiliyyəti var idi. Bir nöqtədə bu bacarığı az qalsın onu ölümə aparırdı. Bir gün İsa bir şey yaradıb onu canlandırdı və həmən şey İsa'ya hücum çəkib öldürməyə çalışdı. İsa da o məxluqun canını aldı. İsa üçün öz yaratdığı məxluqun canını almaq çətin deyildi. Faktik olaraq bu, qaydaların bir parçasıdır. Yaratmağı bacaran, öz yaratdığına can verdiyi kimi o canı ala da bilir. Halbuki o, yaratdığı məxluqun hərəkətlərini idarə edə bilmir. Çünki bu dünyada bütün canlıların öz azad iradələri var. İblis bütün bunları çox yaxşı bilir. O, hər qaydadan və insan fitrətinin hər yönündən xəbərdardır. Axı, bu aləmi və bizi o yaradıb. Həzrəti Muhammed sallallahu aleyhi və aleyhi və səlləm bir dəfə belə buyurdu. Həqiqətən də şeytan insanın içində qanın axdığı kimi axır. Səhih-i Muslim kitabı. O həmişə səninlədir. Qulağına fısıldayaraq sənə bu dünyada rahatlıq və ləzzət təklif edir. O sənin sirlərini və istəklərini bilir və əmin ol ki, səndə bir zəiflik olsa, o hökmən o yöndən bir oyun quracaq. Axı o, səni tovlamağa çalışır. O, hər vasitəni öz xeyrinə istifadə edir. Faktik olaraq o, öz gizli güclərini hərəkətə keçirir və hər gün səni tələyə salaraq öz tərəfinə çəkməyə çalışır. Əlamətlər düz gözünün qabağındadır. Onları görmürsən. Okkult simvolizm gözlər önündədir. Lakin buna baxmayaraq gizlidir. Əksər insanlar bir nəfər onların gözlərini açana qədər onları əhatə edən görüntülərə qarşı kör qalmağa davam edir. Bir dəfə siz bu simvolların və onların önəminin fərqinə vardınızsa, artıq onları hər yerdə görməyə başlayırsınız. Bugün dünyada məşhur insanlara ibadət edərcəsinə pərəstiş edilir və təriflər yağdırılır. Pop mədəniyyəti kütlələr üçün daha çox bir din kimi olub. Məşhurlar kütlə üçün örnəyə çevrilir. İnsanlar onların moda seçimlərini yamsılayır, birlikdə mahnılarını oxuyur, filmlərinə baxır, hətta onların mükafat şovlarına və idman tədbirlərinə baxmaq üçün televizorun başına yığışırlar. Bəs bu çıxışların bəzilərinin necə də qəribə olduğuna heç diqqət etmisinizmi? Eksantrik kostyumlardan diqqətlə hazırlanmış dəstlərə qədər onlar haqda hər şeyi bu insanların nəyə sitayiş etdiyini bizə söyləmək üçün dizayn olunur. Həqiqət budur ki, bu çıxışlar satanik rituallardan başqa bir şey deyil. Super Bowl, yəni final qarşılaşması şousu illik 100 milyon baxışla Amerikada ilin ən çox baxılan televiziya şouları sırasındadır. 2018-ci ildə Justin Timberlake gördüyünüz ifanı 2016-cı ildə vəfat etmiş musiqiçi Prince-ə həsr edib. Kölgə fiquruna diqqət yetirin.
Sənin üçün ölərəm sözləri səslənən vaxt quyruq peyda olur. Sivri quyruğu gördünüzmü? İfa prinsə, yəni əmirə həsr olunur. Amma musiqiçiyə və aktyora yox, zülmətin əmirinə. İfanın sonunda onun sözləri bunu daha da aydınlaşdırır. Şeytan quyruğunun kölgəsi əslində prinsin signatur gitarasının formasıdır. Bu da onun, yəni prinsin öz simvolu ilə eynidir. 1993-cü ildə prins özünün əvəzedicisi olaraq özünə bir simvol seçdi. Simvol həqiqətdə bir sicil, yəni sehirli mühürdür. Şəxsi sicillər adətən kimyəvi simvollardan götürülür. Prinsin sicilinin sehirli komponentləri isə onun qoşa cinsiyyətli rəbbi olan Baphometə işarə edən kişi və qadın simvollarına yaxındır. Sicillər insanların fərqinə varmaqda aciz qaldığı sehrin güclü formalarındandır. Bəs onlar necə işləyir? Simvolik elementlər əsasən zahirdə metafizik bir şeyi təmsil edir. Onlar insanın gücünə sahib olmağı arzuladığı xüsusi bir kosmik varlığı və ya şeytanları çağıra bilir. Sehirli simvolları bu cür ictimai çıxışlarda tez-tez görə bilərsiniz. MTV Video və Musiqi Mükafatları konferansında keçirilən bu 2018-ci il çıxışının set dizaynına bir baxın. Çıxışda bugün musiqi sənayesindəki ən böyük isimlərdən biri olan Ariana Grande'nin hit mahnısı olan God is a Woman, yəni qad bir tanrıdır mahnısı yayımlanır. Hər dəfə onun arxasında görünən nədir? Masonik sütunlar. Bunlar masonik görüntü və arxitekturalarda rast gəlinən həmin sütunlardır. Sadəcə bu deyil. Ariana'nın arxasındakı galaktik səma, işıqlandırılmış hinduizmdə məhv etmə və xaos tanrısı olan Shiva'nın kimyəvi, heksagram və hologramının təsvir edir. Shiva'nın əllərinə nəzər yetirin və əl jestlərinə diqqət edin. O, şeytanın rəqəmi olan 666 ilə əlaqəlidir. Bu çıxışda aşağıdakı səhnənin formasına qədər hər şey planlı şəkildə təşkil olunmuşdur. Bir çox çıxışlar kimi bu özəl çıxış da nəhəng bir dairənin içində reallaşdırılır. Okkult rituallar adətən sehirli dairələrin içində tətbiq edilir. Dairəvi forma toplanmış gücü hovuzu üçün sərhəd çizir və başqa aləmə olan qapı rolunu oynayır. Onlar tam olaraq kimi dəvət edirlər? ...2019-cu il Avroviziya musiqi yarışmasında Madonna'nın çıxışı eyni səhnəni xatırladır. Faktiki olaraq, keçidin qübbəsinin altındakı sütunlarla əhatələnmiş nərdivan təxminən bu masonik şəklin bənzəridir. Hətta səhnənin forması da nəhəng bir simvoldur və çıxış özündə qəribə mesajları və hipnotik okkult təsvirləri birləşdirir. Bu, Madonna üçün yeni və qeyri-adi bir şey deyil. Bu superstar müğənni şeytana beyətini uzun illərdir göstərməkdədir. Bəlkə də onun ən aşkar satanik konserti 2012-ci ildə Super Bowl şousu olub. O şouda Madonna Baphomet'in özü kimi geyinmişdi. Bir yerdən sonra digər məşhur popstar Nicki Minaj səhnədə Madonna'ya qatıldı
Bu ikisini birləşdirən ortaq bir nöqtə var. Hər ikisi də eyni düşüncələri etiraf ediblər. Madonna və Nicki Minaj hər ikisi ictimai şəkildə ələ keçirildiklərini etiraf ediblər. Madonna deyir: I would like to get down on my knees and beg for the part, basically. No, I don't really know. I mean, I was possessed while I was writing that letter. My hands were moving across the page, and someone else was pushing it. Roman is a crazy boy who lives in me, and he says the things that I don't want to say. He was born, just a few months ago. I think he was born out of rage. He was conceived in rage. So he bashes everyone. He threatens to beat people, and he's violent. That must be nice to have like an ignorant loudmouth who you can just sort of blame every... He wants to be blamed. I don't want to blame him. I ask him to leave, but he can't. He's here for a reason. People have brought him out. People conjured him up. Now he won't leave. Bu sözlərin ağırlığına nəzərə alın. People have brought him out. People conjured him up. Now he won't leave. People have brought him out. People conjured him up. Now he won't leave. Bir dəfə şeytana beyət etdinsə, şeytanları və digər varlıqları özünə dəvət etdinsə, artıq idarəçiliyi itirirsən və insanların çoxu da məhz bu cür ediblər. Akademiya mükafatı laureatı Denzel Washington deyir ki, 1989-cu ildə Glory filmini çəkərkən ruhlarla əlaqə qurmuşdu. Bu rol onu bir anda həddən artıq məşhur biri etdi. Basically what I did was got on my knees and sort of communicated with the spirits. And when I came out, I was in charge. Powerful scene. Powerful scene. I couldn't have acted that. I couldn't have written that down and made a decision to play. Şeytan möcüzə göstərə bilir. Bütün zamanların tanınmış rock qruplarından biri Led Zeppelin bu fakta açıq şəkildə şahidlik ediblər. Baş gitarist Jimmy Page və müğənni Robert Plant Zeppelin qrupunun mahnılarından bəzilərinin avtomatik əlyazma adlı okkult təlimdən ortaya çıxdığını iddia edirdilər. Bioqraf Steven Davis'e görə onların hit mahnısı olan Stairway to Heaven, yəni səmaya olan nərdivan sanki bir sehr idi. Robert lirikanın avtomatik təbiətini təsvir etdi. Mən sadəcə Peggy ilə birlikdə orada Headlake Greggildə sobanın qabağında oturmuşdum. Peggy akkordlar yazmışdı və onları mənim üçün ifa edirdi. Mən əlimdə qələm dəftər tutmuşdum və nədənsə əhvalım çox pis idi və birdən əllərim yazmağa başladı. Bir qadın var, əmindir ki, parıldayan hər şey qızıldır və o, səmaya çıxmaq üçün bir nərdivan alır. Mən eləcə orada oturdum və sözlərə baxdım. Sonra demək olar ki, yerimdən sıçradım. Steven Davis, Tanrıların çəkici, səhifə 164. Robert Plant tez-tez qələminin bir uca hakim tərəfindən dürtüldüyünü hiss etdiyini vurğulayırdı. Steven Davis, Tanrıların çəkici, səhifə 262. Şeytan ətrafınızdadır. Onun təsir gücünə yüngül yanaşmayın. Bir çox insan onu və onun şeytani ruhlarını öz seçimləri ilə daşıyırlar. I first came to Arizona, man, and I remember one day coming from the studio at 6 o'clock in the morning and pulling over on the highway. Be like 4 cars, just to watch the sunrise.
And it was at that point that I fell in love with Arizona. I said, you know what, this has to be God's country. You know, because I'd never seen anything as beautiful as that sunrise. Then I met the devil in God's country. You know, and it's not so much who, it's what, you know, what happens and the things that the devil does. It's not so much a person, even though he acts through people. You know, you can't call one person the devil. Joe Arpaio? You know, you can't call any one person the devil. İnsanlar dünyəvi qazanclar qarşılığında şeytanla sövdələşmə bağlarkən, bu Faust-Stein sözləşməsi olaraq bilinir. Bu başlığın adı 1400-cü illərin Alman astronomu, kimyagəri və sehirbazı Dr. Johann Georg Faustun adından götürülüb. Ölümündən illər sonra o, xalqın əfsanəsinə çevrildi. Əfsanəyə görə bir nəfər dünyəvi ləzzətlər və bitməyən elm qarşılığında şeytanla sözləşmə bağlayır. Əfsanəyə əsrlər boyunca ədəbiyyatdan tutmuş teatr tamaşalarına qədər çox sayda ssenarilər yazılıb. Faktik olaraq 1994-cü ildə Jan Swank-Mayer'in çəkdiyi Faust filmi də var. Örtük şəklində Faust xarakteri bir gözünü bağlamaq üçün əlindən istifadə edir. Bu da bir çox məşhurların nümayiş etdirdiyi pozadır. Lakin təkküz simvolu onların şeytana etdikləri beyəti sərgiləyən çoxlu sayda simvolik mimikalardan sadəcə biridir. Onların hamısı bunu edir. Bu insanları şeytanın buynuzunu taxan, 666 əl işarəsini göstərən və piramidə əl jestini edən halda görərsiniz. Aydındır ki, onlar hamısı bir şeyin içindədirlər. Onlar hamısı birlikdə onun içindədirlər. Onlar şeytanla rəqs edir və bunu çox cazibədar göstərirlər. Sanki cənnətin içində yaşayırlar. Məhz bu cür sizi ələ alırlar. İmam Əhməd Əl-Həsən əleyhissalam buyurur: Bütün batillər haqqa bənzəyirlər. Belə olmasaydı, insanlar aldanmazdılar. Və bütün dinlərdə haqqın parçaları var. Çünki elmin mənbəyi birdir. Batil həmişə haqqı yamsılayır. Eyni ilə şərin xeyri yamsıladığı kimi. Lakin onların arasında incə bir xət var. Çünki İblis və İmam Hüseyin əleyhissalam hər ikisi azadlıq bizim dinimizdir deyirlər. Bəlkə də Aleister Crowley'in istədiyini et, bütünlüklə qanun olacaq mantrasını eşitmisiniz. Bəs bu nə mənaya gəlir? Bu o deməkdir ki, insanoğlu hər istəyini qarşılamaqda azaddır. İblis pulların, qidaların və bu dünyanın verə bildiyi bütün istəklərinin dadını çıxarmaq üçün azadlığa çağırır. Özündən başqa heç kimə boyun əyməm azadlığı. Allahın xəlifəsini rədd etmə azadlığı. İmam Hüseyin əleyhissalam buyurur ki, Allah da insanlıq üçün azadlıq istəyir. Tağutdan azad olmalarını, şərdən azad olmalarını, bədəndən və nəfsdən azad olmalarını, pis və fani olan hər şeydən azad olmalarını, bu fiziki dünyanın zülmətindən azad olmalarını istəyir. Şeytan bu dünyanı təklif edə bilər, lakin onun dünyadan başqa təklif edəcəyi bir şey yoxdur. Və Hollywoodun parlaq işıqları yalnız və yalnız bu dünyada cərəyan edən bütün şərlərdən yayındırmağa, cəhd etməkdən başqa bir şey deyil. O şər ki, Allahdan gəlməyib. Çünki Allah xeyirdir və sadəcə xeyir yaradır. Allah Taala sadəcə bir aləmi birbaşa özü yaradıb. O da nur aləmidir. Heç
içində ölümün, əzabın, qəzəbin, kədərin, həsədin olmadığı mükəmməl bir aləm. Nur aləmi fani və ölümlü olan hər şeydən azaddır. Cənnət ruhlarla və onların yerləşdiyi nurani bədənlərlə birlikdə nur aləminin içində yerləşir. Allah bir nur yarattı. O da öz-özlüyündə 5 parçaya bölündü. 5 nurun şüaları Fatimə, Əli, Həsən, Hüseyn və Muhammed, yəni Əba əhlidir. Allahın salamı onlara olsun. Bir çox ayə və hədislər onların nur aləmindəki mənşələrinə istinad edir. Rəvayətə görə Həzrəti Muhammed əleyhissalamın nuru kainatın yaradılmasından minlərlə il əvvəl yaradıldı. Həzrəti Muhammed əleyhissalam buyurur: Allah Taala məni, Əlini, Fatiməni, Həsəni və Hüseyni Adəmdən əvvəl yaratdı. O vaxtlar nə səma ucaldılmışdı, nə yer üzü yayılmışdı. Nə nur var idi, nə zülmət. Nə günəş var idi, nə də ay. Nə cənnət var idi, nə də cəhənnəm. Abbas soruşdu: onda sizin yaradılışınızın başlanğıcı necə olub? Ey Allahın Rəsulu! O buyurdu: ey əmim, Allah Taala bizi yaratmaq niyyətinə gəldikdə biz sözdən nuru, başqa bir sözdən isə ruhu yaratdı. Sonra o ruh ilə nuru birləşdirdi. O zaman o məni, Əlini, Fatiməni, Həsəni və Hüseyni yaratdı. Və heç bir təsbihin olmadığı vaxt biz onu təsbih etdik. Və heç bir təqdisin olmadığı vaxt biz onu təqdis etdik. Əllamə Məclisi Biharul Ənvar kitabı cild 15, səhifə 10. Ruh nurdan yaradılır və Qur'an-ı Kərimdə bunun təsdiqi olaraq buyurulur ki, möminlər nura sahib olarlar. Ayə bu cürdür. O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Bu gün sizin müjdəniz altından çaylar axan cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız. Bu böyük uğurdur. Qur'an 57-ci surə 12-ci ayə. Həmçinin Qur'anda buyurulur: Allah kimə nur verməsə, onun nuru olmaz. Qur'an 24-cü surə 40-cı ayə. Bu ona görədir ki, nur ruhdan gəlir. Və ruh olmasa, insan bədəni sadəcə olaraq iblisin məxluqudur. Bu aləmdə bədənlər sayca ruhlardan çoxdur. İblis bu faktla fəxr edirdi. Faktiki olaraq o, buna dayanaraq Allahdan üstün olduğunu iddia edirdi. İmam Muhammed Baqir əleyhissalam ən mistik İslami mətnlərdən biri olan Ummul kitabda belə bir hekayə nəql edir. Əzazil uca hökmdardan borc alaraq bir nur almışdı. O, bu nurun gücü ilə özü kimi ruhlar yaradırdı. Uca hökmdar qırmızı torpaqdan necə yaradılış vücuda gətirirdisə, Əzazil də o cür edirdi. Bir müddət sonra Əzazilin qırmızı torpağından o qədər ruh meydana gəldi ki, sayını uca hökmdardan başqa heç kim bilmirdi.
Sonra uca hökmdar Əzazilə dedi: Ey böyük, de görüm sən kimsən, mən kiməm və bütün bu məxluqat nədir? Əzazil dedi: Sən ilahsan, mən də ilaham. Bunlar da bizim hər ikimizin yaratdığı ruhlardır. Uca hökmdar dedi: İki ilah ola bilməz. Səni mən yaratdım. Bütün bu ruhları da mən yaratdım. Allahın buyurduğu kimi, mən paltıqdan bir insan yaradacağam. Quran-ı Kərim 38-ci surə 71-ci ayə. Əzazil dedi: Mənim yaratdıqlarım səninkilərdən çoxdur. Mən sənin yaratdığın ruhlardan onlarca qat çoxunu yaratmışam. Elə isə sən nə haqla ilahlıq iddia edirsən? Sonra uca hökmdar: Sənin yaratdığın bu məxluqları da mən yaratdım. Sənə borc verdiyimi geri alsam nə yaradacaqsan dedi. Və Əzazilə borc verdiyi nuru yaratdığı məxluqlarla birlikdə geri aldı. Və ondan bəyazlıq dənizinin qübbəsini yaratdı. O qübbə bu mavi rəngli qübbədən 1000 qat böyükdür. Onu nurdan düzəldilmiş 124.000 çıraq, parlaq şam və nurdan düzəldilmiş işıqlarla aydınlatdı. 100 minlərlə ağappaq billur kimi köşk və saraylarla bəzədi. Həyat suyundan axan çeşmələr meydana gətirdi. Çeşmələrin kənarlarını tuğba ağacları ilə bəzədi. Ağacların təpələrinə müqəddəs anka qışları qondurdu. Kölgələrinə gənc oğlanları oturtdu. O, ağ şahin, düldül, buraq və aslanla bu ağ sarayı bəzədi. Budaqların üzərində qumru, bülbül kimi quşlar yaratdı. Bunlar vəsflərlə izah edilə bilməz. Onun heç bir bənzəri yoxdur. O, eşidəndir, görəndir. Quran-ı Kərim 42-ci surə 11-ci ayə. Uca hökmdar bəyaz qübbəni bu gözəllikdə yaratdıqdan sonra Əzazilə dedi: İndi sən də mənim yaratdığım böyüklükdə bir dəniz yarat. Əzazil çarəsiz qaldı. Belə bir yaradılış haqqında heç bir məlumat yox idi. Allahın buyurduğu kimi, kafirlərin əməlləri puç oldu. Allah kafir qövmü doğru yola yönəltməz.